migren ən çox görülən nahiyəsi gicgah nahiyəsi, temporal dediyimiz, temporoorbital bu göz gicgah nahiyəsi, alın ön nahiyəsində ən çox orada tək tərəfli ortaya çıxır. Amma bu demək deyil ki, sadəcə bu şəkildədir. İki tərəfli də ola bilir, başın başqa nahiyələrində də ağrı yayıla bilir və ya fərqli nahiyələrdə də hiss edilə bilir ağrı. Ortaya çıxan ağrı miqrendə çox spesifik bir tarifi olur xəstələrin. Zonklayıcı, sanki başımın içində damar atır, güm-güm bir şey atır şəklində tarif edirlər və bu ağrını zaten eşidəndə biz ilk ağla gələn miqrendir deyim sizə və bu ağrı nə qədər vaxtdır var xəstədə, neçə aydır, neçə ildir, sıxlığı nədir, bir ayda neçə gün olur, nə qədər davam eləyir, başlanğıcı, nə bilim, neçə yaşında başlanıb məsələn. Bunlara görə biraz daha miqrenə yaxınlaşırıq və ağrıya eşlik edən, müşahidə edən simptomlar nələrdir? Xüsusilə bulantı, ürək bulanma, qusmanın olması şərt deyil, amma çox şiddətli ağrılardır. Hətta bəziləri qusub biraz rahatlayıram, amma ağrım tam keçmir şikayəti ilə gəlirlər. Bulantı, qusmanın olması, səsdən, işıqdan rahatsızlığın olması nə mənadır? Məsələn, bəzən bunu xəstələr deyir ki, yox, heç bir həssaslığım olmur. Amma o baş ağrısı olanda, məsələn, qaranlıq, səssiz bir otaqda dincəlim istəyi, hissi, o belə bizə yetərlidir ki, səsdən, işıqdan rahatsızlıq var demək ki. Xəstə işini, gücünü görə bilmir. Yəni, ağrının şiddəti o qədər olur, o qədər rahatsız edir, zonklama o qədər olur ki, əlimdəki işi bitirə bilmirəm, sadəcə yatıb dinlənmək istəyirəm. Təbii, hər kəsdə bu şiddətləmə olur. Xeyr, bəzən daha zəif şiddətdə gedən, daha yüngül formaları da var. Hətta, məsələn, bir ayda 2 dəfə çox şiddətli olursa ağrı, 3 dəfə, 5 dəfə və ya daha az, daha belə selim, iyi seyirli deyək ki, yüngül ağrılar ola bilir xəstələrdə. Təbii, bunu sorğuladığımızda yenə də, yəni, miqren detayları varsa, miqrendən, yəni ilk ağlımıza gələn dediyim kimi, miqren ağrısı ola bilir bu əlamət.